Paytaxtın Suraxan rayonu Hövsan qəsəbəsində dəmir yolu xəttinə yaxın ərazilərdə inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi məsələsi gündəmə gəlib. Söküntü işləri ilə əlaqədar evlərin çölü müvafiq nişanlanıb. Sakinlər ərazinin plana düşəcəyini söyləsələr də, evlərin nə vaxt və hansı şərtlərlə söküləcəyi barədə məlumata malik olmadıqlarını bildiriblər. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hazırda ərazi üzrə layihələndirmə işləri aparılır. Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq, qızıl axtarmaq məqsədi ilə milli tarix bədii qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq, xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar. Qaradağ rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmməd Rəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İskəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.